Salam. Bugünlerin bəzi infeksiyon xəstəliklərdə istifadə olunan dərmanlar haqqında danışacağıq. Cefobest, Cefobest, Tornaxon kimi bir qrup infeksiya əleyhinə istifadə olunan dərmanlar haqqında ümumi məlumat verəcəyim. Videoya başlamadan əvvəl videomu bəyənib, paylaşıb, kanalda abunə olmağı unutmayın. İndi videoya keçə bilərik. Əvvəlcə Triosefdən danışmağa başlayaq. Triosef özü 3-cü nəsil sefalosporinlər qrupuna aid olan bir antibiotik təsirli maddədir. Özü antibiotikdir. Antibakteriyal təsirə malikdir. Tərkibində septik reaksiyon vardır 0,5 qram olaraq. Bu dərman, yəni Triosef əzələ daxilinə yeridilir. Əzələ daxilinə yeridildikdən 2,5-3 saat sonra qanda konsentrasiyası 81 mg/l olaraq yüksəlməkdədir. Bundan başqa Triosefin tərkibində olan septik reaksiyonun zallarla birləşməsi 95% olaraq təşkil olunmaqdadır. Triosefin göstərişləri yuxarı tənəffüs xəstəliklərində istifadə olunur, aşağı tənəffüs xəstəliklərində istifadə olunmaqdadır. Bundan başqa dəri və dəraltı toxumanın xəstəliklərində də həmçinin istifadə edilə bilər. Əks göstərişləri isə sefalosporinlərə qarşı bədəndə yüksək səviyyədə allergik reaksiyalar olduqda və yaxud da həssaslıq olduqda. Dozalanmasına gəldikdə isə bundan əlavə bunu da deyə bilərəm ki, Triosefin əlavə təsirləri olaraq dedikdə allergik reaksiyalar və yaxud da dəridə səpkilər başa düşülməlidir. Dozalanmasına gəldikdə isə yeni doğmuşlar, yəni 2 həftəyə qədər olan uşaqlarda doza hər kiloqram çəkiyə 50 mg-dan artıq olmamalıdır. 2 həftədən çox, yəni 3 həftədən 12 yaşa qədər ötən doza isə hər kiloqram çəki 20-80 mg aralığında olur hər kiloqram çəki üçün və dozanın tətbiqi istiqadə bir dəfədən artıq olmamalıdır. Bu dərmanın buraxılış formatına gəldikdə isə Triosef 0,5 qram 2 ml 1% lidokain H-xlor şəklində, yəni rəsmi buraxılış formatı qeyd edilməkdədir. Bu hissəni ayrı-ayrı açıb izah edəcək. Triosef burada preparatın adıdır. 0,5 qram isə septik reaksiyon bir flakonda olan septik reaksiyonun miqdarı nəzərdə tutulur. 2 ml isə bu septik reaksiyonun qarışdırıldığı həlledici mayenin, yəni solventin miqdarı nəzərdə tutulmuşdur. 1% lidokain H-xlor məhlulu dedikdə isə burada istifadə olunan lidokain məhluludur ki, lidokain özü bildiyimiz kimi ağrı kəsici maddədir və bu maye, bu septik reaksiyon tozları ilə qarışdırılır ki, əzələ daxilinə yeridildikdə ağrını azaltsın. Bundan başqa Triosef haqqında istehsalçı ölkəni deyə bilərik. Türkiyə bir istehsalçı ölkədir. Rumıniyanın Deva şəhərində istehsal olunmaqdadır. Bundan başqa qısa bir dipnot olaraq da qeyd etmək olar ki, bu dərman cinsi xəstəliklər zamanında cinsi infeksiya xəstəlikləri zamanında istifadə edilməkdədir. Mənim bugünlük anlatacaqlarım bu qədərdir. Triosef haqqında ümumi məlumat verdiyim funksiyaları, göstərişlər haqqında. Əslində Cefobest, Tornaxon haqqında da müəyyən məlumatlar verəcəkdim, ancaq onları da başqa videolarda anladarıq. Bu dərmanlar özdə septik reaksiyon qrupu olan dərmanlardır. Oldu, sağ olun, görüşərik.